babama məxsus olan mülkdür. O tərəf, bu tərəf. Şamil Kərəmovun evini dediyinə görə iyunun 25-də ona xəbər vermədən sökməyə cəhd eləyiblər. Bakıda növbəti böyük söküntü işləri çərçivəsində. Deməli, həmin bu quldur komanda Zülfəli İsmailov, Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsi və onun quldur komandası heç bir sənədləri əldə etmədən girirlər evlərə, dağıdırlar, darmadağın edirlər. Siz özünüz müşahidə edə bilərsiniz, nə vəziyyətə salırlar. Yəni, bu qədər özbaşınalıq ola bilərmi? Yəni ki, qanunsuzluq. Nə istəyirlər, eləyirlər. Şəhərdə cəmaət köçmək istəmir bəzilər. Yəni, bərpa eləyin, düzəldin. Kimin vəziyyəti pisdir, razılaşdırın, razı salın. Yəni, bu şəkildə olmalıdır. Amma polis də gətirirlər, polis də onlara işləyir. Gətirirlər, onunla girirlər. Polisə deyirsən, dünənləri deməli, gəlmişdi sahə inspektoru, deyirsən, məndə kupça, bu mənim sənətimdir. Yəni ki, babamın 60-70 il mülküdür. Bu evlər də burada da göstərilib də paylı şəkildə. Paylı şəkildə, yəni ki, kimin hansı payları var? Yəni babamdan miras. Bu qədər yəni özbaşınalıq olarmı? Quldurluq olarmı? Çəkirəm ona görə ki, sizin ixtiyarınız yoxdur. Tarixi İyunun 25-də bir qrup şəxs Bakının mərkəzində Bəşir Səfəroğlu və Zərgər Palan küçələrinin kəsişməsində yerləşən tikilini sökməyə cəhd eləyib. Sakinlər isə binanın tarixi əhəmiyyətli olduğunu deyib, sökülməsinə etiraz eləyiblər. Geçsinlər bir xaricə baxsınlar, Avropaya baxsınlar, görsünlər nə təhər onlar bu binaları, qədim binaları saxlayırlar. Dövlət tərəfindən qorunur bu. Bu nə deməkdir? Gəlib güclə, JEK-in işçiləri ilə gəlirlər, verirlər cəmaatı, burada qoymurlar yaşamağa. Bir qrup insanlar suni surətdə qarşı durma yaradırlar. Yəni, əgər biz bugün bunun qarşısı alınmasa, bilirsiniz, nəticə etibarı ilə yaxşı olmayacaq. Və buna da biz etiraz deyil, sadəcə olaraq onu demək istəyirik ki, mütəxəssis, bilən adamlar bu ilə məşğul olsun. Kim nə deyir deməsin, söhbət ola bilməz söküntüdən. Burada elə bir evlərdir ki, 18-ci, necə 1812-ci ildə elə bizim elə həyətimizdir. Mən yaşadığım, yəni 3-cü əsrə gedir. Bu nə deməkdir? Gəlirəm, mən evi günün orta vaxtı sökürəm, səni alıram, bu qiymət ver. Sən kimsən məndən ev ala bilirsən? Mən burada ağayam, evin torpağı üstündə mən oturmuşam. Biz getmək istəmirik, sökülməyini qəti dərəcədə istəmirik. Çox xahiş edirik. Mümkünsə bərpa eləsin. Yəni biz burada anadan olmuşuq, doğulmuşuq, böyümüşük. Tarixi yerlərimizdə, Bakımızdan heç bir kənar yerə getmək istəmirik. Çox xahiş edirik artıq dərəcədə. Sakinlər söyləyir ki, onların yaşadığı ərazini bilərəkdən qəzalı və baxımsız evlərin olduğu yer kimi qələmə verirlər. Qəzalı vəziyyətdə ev yoxdur. Əgər minlərlə burada qəzalı vəziyyətdə ev var idisə, onda biz minlərlə bu evin arasında ömrümüz boyu həyatımıza təhlükə yaranır. Onda bu aidiyyəti orqanlar hara baxır? Niyə bizim təhlükəsizliyimizi zamanında təmin etməyib? Bu suallar bizi narahat edir, amma yoxdur. Bir məşğul buradadır və bu ərazidir. Yəni tarixi ərazi biz dayandığımız nöqtə indi bax buradadır. Memar Abdul Hüseynov həmkarları ilə birlikdə müvafiq qurumlara sorğular göndərdiyini bildirir. O deyir ki, ölkə başçısının təsdiq etdiyi Bakının baş planında bu ərazilər xüsusi mühafizə zolağı kimi göstərilib. Bayır şəhərinin sakini də olmasa, amma bir memar kimi yəni, bu baş planın icrasını istəyirəm. Yəni, prezidentin təyin elədiyi və təsdiq elədiyi baş planı, yəni, belə deyək də, tələb edirik ki, bu icra olunsun. Amma onun icra metodları var da, yəni sivil formada necə, misal üçün, bu tarixi abidədir, bunu da çəkə bilərsiniz. O bərpa olunmalıdır, yenidən qurulmalıdır və s. Yəni elə binalar var, tarixi abidə deyil, amma yanaşma olmalıdır, tarixi abidə olmadığına baxmayaraq, yanaşma olmalıdır bərpa kimi. Memar deyir ki, ərazidə Bakı milyonçularının mülkləri olmuş tikililər, ümumilikdə yaşı 3 əsri keçən binalar var. O bildirir ki, hətta söküntünün də layihəsi olmalıdır. Ərazidə çəkiliş zamanı bir qrup polis gəlsə də müdaxilə etmədi. Sakinlər söyləyir ki, onların istəyi yüksək kompensasiya deyil, bircə ərazinin sökülməməsini istəyirlər.
Bunlar quldurcasına mən deyirəm, qorxmadan deyirəm. Bayram günü, dövlət bayram elan elədiyi gün gəlib bir neçə yerdə qapı pəncərəni uçub, töküb dağıdıb əhalidə psixoloji gərginlik yaratmalarının adı bir dənədir. Bunun adı quldurluqdur. Özü də deyir ki, dövlət adından gəlmişəm. Dövlət adından gələ bilməz, bu dövlət deyil. Eyni zamanda bunların biz baxmışıq, bunların alqı-satqı müqavilələri fərdi şəxslərləndir. Dövlət nümayəndəsinin hansısa dövlətin etibarnaməsi ilə o nümayəndəsi getmir alqı-satqıya. Yeni söküntü planına əsasən paytaxtın Yasamal rayonunda Təzəpir məscidinin tinindən Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun binalarına qədər olan ərazilər sökülüb, mərkəzi parka birləşdiriləcək. Söküləcək evlərin hər kvadrat metrinə görə 2700 manat, qeyri-yaşayış obyektlərinə görə isə 3000 manat kompensasiya vəd edilib.